Mən hər kəs salamlayıram. Bu videoyu çəkməkdə məqsədim Prezidentimiz İlham Əliyev cənablarına müraciət etməklə bağlıdır. Cənab Prezident, mən İsmailov Aras Hüseynxan oğlu Ağsu rayon sakini. Deməli, 23-cü ilin iyun ayında mən Ağsu rayon Xanbulaq kənd bələdiyyəsinə işə düzəlmişəm, yoldaşımla bir yerdə. Ziya Əhmədov bizi nətər təşəbbüsü ilə də belə deyil, təşəbbüsü ilə, köməkliyi ilə Ağsu rayon Xanbulaq kənd bələdiyyəsinə işə düzəlmişik. Xıdırov müraciəti bizi işə götürüb. Bir illik müqavilə ilə, müddətli işçi kimi. Nəysə, bu bir ilimiz bitdikdən sonra bizim işimizə davamiyyət verilib. Sonra biz bunlardan şikayət eləmişik, nə ilə bağlı? Əmək haqqı ilə bağlı şikayət eləmişik bunlardan. Deməli, 4 ay əmək haqqı mən almışam, bu müddətdə 5 ay əmək haqqı da yoldaşım alıb. Hər dəfə də müraciət edəndə əmək haqqı ilə bağlı ki, qardaş, bizim əmək haqqımız niyə keçmir? Hər dəfə də müxtəlif bəhanələr gətiriblər. Bir gün deyiblər, maliyyədə problem var, bir dəfə deyiblər, vergidə problem var, bir dəfə də deyiblər, nə deyim, DSMF-də problem var. Bəs hesablarımıza blok qoyulub, bəs ona görə də biz pul köçürdə bilmirik. Və bu səbəbdən də biz bunlardan şikayət elədik. Şikayət elədiyimizə görə də bizi işdən çıxartdılar bunlar. Özləri ərzə yazıb qoydular ora. Güya ki, biz öz ərzəmizlə işdən çıxmışıq. Bununla bağlı mən əmək müfəttişliyinə müraciət elədim. Əmək müfəttişliyi də işi sonuna qədər aparmadı. Yarımçıq qaldı iş. Bilmirəm, indi təzyiq göstərdilər, nə elədilər, mən başa düşənmədim. Yəni, sona çatdırmadı işin. Mən sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik göstərəcəksiniz. Birbaşa bu işi nəzarətə götürməyinizi xahiş edirəm ki, mənim hüquqlarım təmin olunsun.